Əlillik müavinəti kəsilib, müraciətləri də cavabsız qalıb. Ucarın Pirikənd sakini 61 yaşlı Mahir Həşimov deyir ki, 30 ildən çoxdur epilepsiya xəstəliyindən əziyyət çəkir. Xəstəliklə əlaqədar aidiyyəti üzrə 2014-cü ildə müraciət edib. Müraciət əsasında Mahir Həşimova 2-ci qrup əlillik təyin edilib. 5 il əvvəlsə müavinətin verilməsi dayandırılıb. Mən xəstəyəm, epilepsiya xəstəsiyəm. 2-ci qrup əliləm. Mən pensiya alırdım, 5 ildir. Alırdım pensiya. Pensiyamı kəsdilər. Özümdəki pis vəziyyətlərə düşürəm. İmkanım yoxdur dərman zad alıb atmağa. 35 ildir xəstəyəm və xəstəlik məndə gedir. Mahir Həşimovun sözlərinə görə 5 il əvvəl yenidən müraciət edib, ona yeni bank kartı verilsə də heç bir vəsait köçürülməyib. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də nəticəsi olmayıb. Mən də zulm çəkirəm. 9 baş ailəyəm, dolana bilmirəm. İstəyirəm ki, dərmanımı mən də alım, mən də atım, keç olmasa özümə biraz yaxşı hiss edeyim. Günü-günücəkdə ağırlaşıram. Məsələyə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən də münasibət bildirilib. Ucar rayon sakini 1964-cü il təvəllüdlü Həşimov Mahir Abdülkərimoğlu ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma 88 göndərişində ekspertiza üçün əhəmiyyətli məlumatlar qeyd edilmədiyi üçün elektron sistem üzərindən onun əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Bu səbəbdən də vətəndaş Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət edilib. O da qeyd edilib ki, Mahir Həşimovun əyani müayinəsi aparıldıqdan sonra qanunvericiliyə uyğun olaraq müvafiq qərar veriləcək. Rafael Mailbəy, Asiman Səlimov, Kənan Qafar, Xəzər xəbər.